44 günlük Vətən müharibəsindən sonra xalq arasında belə bir deyim yarandı. Məktəbdə tarix dərsində 2 alan uşaqlar müharibədə dərsliklərə düşəcək tarix yazdılar. Onlar canları, qanları bahasına vətən torpaqlarını azad edib, illərdir sürən işğala son qoydular. Belə igidlərimizdən biri şəhid əsgər Rəhimov Ülvi Rabiloğlu idi. Ülvi 2002-ci il iyul ayının 17-sində Abşeron rayonu Məmmədli kəndində anadan olmuşdu. Uşaqlıqdan nadicliyi ilə seçilən Ülvini xatırlayanlar, Ülvi nadic olsa da ürəyi çox təmiz idi, deyirdilər. 2009-cu ildə Məmmədli kənd orta məktəbinə təhsil almağa başlayan Ülvi dərslərində də bir o qədər seçilməyib. Dərslərini oxumasa da məktəbin təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edib. Hamının yardımına qaçar, hər kəsə kömək edərmiş. 9-cu sinifi bitirdikdən sonra imtahan balı az olduğu üçün məktəbdən xaric olunan Ülvi keyfini pozmur, səbirlə hərbi xidmətə gedəcəyi günü gözləməyə başlayır. Nəhayət hərbi xidmətə yola düşən Ülvinin sevincinin həddi-hüdudu olmur. Uca boylu və fiziki göstəriciləri yaxşı olduğu üçün xüsusi təyinatlı qüvvələrin sırasına seçilən Ülvi nizam-intizamı ilə də nümunə olmağa başlayır. 44 günlük Vətən müharibəsinə könüllü yazılaraq ön cəbhəyə atılan Ülvi bunu anasından gizlədir. Ülvinin anası nə vaxt danışsaq narahat olma, mən yaxşıyam deyirdi. Mən narahat olmayım deyə müharibədə olduğunu gizlədirdi, deyir. Müharibə olduğu müddətdə düşmənə qan utduran Ülvi oktyabrın 4-ü yaralanır. Füzulidə yerləşən hospitala gətirilsə də həyatını xilas etməyə mümkün olmur və oktyabrın 5-də şəhadət ucalır. Ölümündən sonra Cəbrayılın, Kəlbəcərin, Xocabəndin azad olunmasına görə Vətən uğrunda Cəsur Döyüşçü medalları və Azərbaycan bayrağı orden ilə təltif edilir. Əsgər Rəhimov Ülvi Rabiloğlu Abşeron rayonunun Məmmədli kənd qəbirstanlığında dəfn edilib.